Bugünkü dersimizin adı böyük olsa da, amma öz haqqında biz o qədər də böyük danışmayacağıq. Çünki bunun ancaq bizə lazım olan miqdarda lazımdır. Yəni, lazım olmayan tərəfləri bizə lazım deyil. Söhbət gimnastikadan gedir. Bəlkə də ola bilər bəziləri fikirləşirsiniz ki, yəqin mən burada yox. Mən indiyə qədər keçdiyimiz mövzuların uzunluğu var ha. Ən azı olacaq bu. İndi bilmirəm onlayndır, bəlkə biraz çoxalsın, amma e, məsələ bundan ibarətdir ki, gimnastika çılpaq adam mənasını verir. Gimnastika bu ümumiyyətlə bu növün yaranma bir konkret yaranma bir tarixi yoxdur. Birincisi gimnastika çoxnövçü ilk idman növü sayılır. Yəni tərkibində bir neçə növ çoxlu növləri birləşdirdiyinə görə, yəni bir dənə deyil də gimnastika. Və gimnastikanın qədimliyindən birini onu deyə bilirik ki, ilk müasir birinci müasir olimpiya oyunlarından bu günə qədər həmişə proqramda olan 5 dənə idman növü var ki, onun biri gimnastikadır. 1896-dan bu günə qədər proqramdadır. Amma bütün növlərinin hamısı yox. Gimnastikanın tarixi qədim zamanlara gedib çıxır. Hətta bu gecri Yunanistanda o vaxtı Afina, Sparta məktəbləri vardı. Orada da əsas təmrinlərin hədəfi kimi gimnastika hərəkətləri götürülürdü. Məşhur o alimlərdən Sokratın, yəni gimnastikanı insan üçün ən mühüm vasitə hesab etdiyi var. Ümumiyyətlə gimnastikadan, yəni gimnastika hərəkətlərindən qədim zamanlarda daha çox e, döyüşçülərin fiziki hazırlığını artırmaq məqsədi daşıyırdı. Ki bu sonradan gəldi, artıq deyək ki 18-19-cu əsrlərdə artıq bunu o döyüş hazırlığından idmana tərəfinə yönləndirdilər. Və gimnastikanın qədim olmağından bir yana, yəni tarixinin qədim olması və bizim indiyə qədər keçdiyimiz idman növləri ki var, onların beynəlxalq federasiyaları müəyyən bir ildə yaranıb. Bundan sonra da nədən danışsaq, ən qədim ildə yaranan federasiyada bildiyim qədərilə dünyada ən tez yaranan beynəlxalq federasiyada Gimnastika Federasiyası, yəni Beynəlxalq Gimnastika Federasiyası 1881-ci ildə yaradılıb. Yəni bu o deməkdir ki, heç olimpiya oyunları bərpa edilməmiş, yəni ilk müasir olimpiya oyunları keçirilməmiş federasiya var idi gimnastikanın. Bildiyim qədərilə səhv eləmirəmsə, ya Türkiyə milyon şousunda gördüm, hardasa belə bir sual da gördüm ki, hansı idman növü federasiyası yəni daha qədimdə yaranıb, orada gimnastika doğru çıxdı, digər idman növlərinə nisbətən. Prosta amma dəqiq datanı bilməmiş. Yoxsa həqiqətən bundan tez yarananı yoxdur. Dünyada bir o qədər idman növləri var ki. Və e, gimnastikanın Azərbaycanda yaranması ilə bağlı da konkret bir rəqəm söyləmək çətin məsələdir. Amma bir dənə onu deyə bildik ki, digər idman növlərindən fərqli olaraq gimnastikada SSR dövründə federasiyamız olub. Yəni, Azərbaycan Gimnastika Federasiyası 1956-cı ildə yaradılıb. Və müstəqillik qazandıqdan sonra 1994-cü ildə Milli Federasiya, yəni Beynəlxalq və Avropa Gimnastika Federasiyalarına üzv qəbul edilib. Bu arada onu da deyim ki, hazırda Avropa Gimnastika Federasiyasının prezidenti bizim İdman Nazirimiz Fərid Qayıbovdur. Və 2002-ci ilin oktyabrın ayından etibarən Azərbaycan Gimnastika Federasiyasının prezidenti, ölkənin vitse-prezidenti Mehriban xanım Əliyevadır. Vaxtı ilə köhnə illərdə bu sual olmuşdu ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimdir və ya Milli Olimpiya Komitəsinin prezidenti kimdir deyə bir sual olmuşdu. Mən xahiş edirəm də, bura yazmayın da, digər yoldaşlar deyir ki, yəni yazanda onlarda telefon gedir. Bəli, qardaş,
93-94-də keçdi. Səbəb ondan ibarətdir ki, federasiya özü məlumat dəyişikliyini elədi. Ki, mən də ona əsasən bunu etmiş oldum. Əvvəl də biləsən ki, məlumatı da oradan götürmüşdük. İndi dünyada hazırda gimnastikanın 9 dənə növ var. Biz bu növlərin üzərinə gedəcəyəm. Orada əsas 4 dənənin üzərində çıxış edəcəyik. Yerdə qalanlardan səthi məlumat verib gedəcəyik. 9 dənə gimnastikanın növü var. Yəni bu budur. Və amma çox maraqlı idi ki, bir vaxt var idi ki, deməli, bu bizim metodik vəsaitlərimiz müəllimlər üçün olan köhnə 5-ci sinifdə çox maraqlı idi ki, gimnastikanı bu növlər üzrə təsnifləşdirib bölmüşdülər. Və mən bunu bir neçə dəfə də gedib İdman Akademiyasında müəllimlərdən soruşmuşdum ki, yəni bu düz gəlmir axı, bu yazılan, bu beynəlxalq növlərlə uyğun gəlmir axı, bu nə növlərdir bura yazmışsınız? Nəysə o vaxtda bu güya mənə dedilər ki, bəs kim necə istəyir təsnifləşdirir. Mən bir dənə sizə nəyə deyəsiyəm? Bir dənə bax bu var. Bundan bir dəfə media sual gəlmişdi ki, əsas gimnastikaya daxil olmayanı hansıdır? Ha, burada da sıra hərəkəti var, ümuminkişaf hərəkəti var, alətlərdə hərəkət var, tullanmalar var, bir də akrobatik hərəkətləri var. Bunun səhvliyini mən sizə çıxardacağım. Əgər akrobatik hərəkətlər əsas gimnastikaya aiddirsə, onda idman akrobatikası niyə özünü belə əlavə növ kimi göstərir ki burada? Yenə deyirəm, burada çox əcaib bir şey əmələ gəlmişdi bu. Amma bir dənə mənim sizdən xahiş edəcəyim, bir dənə bu əsas gimnastika ki var, bir dənə buna, az çox buna baxaq. Çünki bu uyğun gəlmir. Niyə? Sıra hərəkətləri üzrə dünya çempionatı, olimpiya oyunları var. Ya ümuminkişaf hərəkətləri üzrə var. Ona görə deyirəm, yəni bu nəyə görə belə veriblər, deyirəm, mənim bir buna məntiqim yoxdur. Mən əsas sizə deyəcəm, hazırda dünyada qəbul edilən, yəni gimnastikanın 9 dənə növ var, əziz yoldaşlar. Bu axırda gördüyünüz 3 növ demək olar ki, nə bilim, bir 6-7 ildir də qəbul edilib növ olaraq. Yəni 2017-yə qədər cəmi 6 dənə növ var idi. Bunlar sonradan çıxdı. Hətta bunun adı da Azərbaycanla bağlılığı var. Nəyə görə deyəcəm buna çatanda. 4 dənə olimpiska növü var bunun. Bədii gimnastikadır. Kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblin. Bu 4 dənə gördüyünüz növ olimpiska növ gedir. Yəni olimpiya proqramında var. Amma yerdə qalan bu akrobatika, aerobika, gimnastika hamı üçün, team gimnastik, parkur bu 5 dənə qeyri-olimpiya növüdür. Və mən də daha çox bugün danışacağım bu 4-lükdür. Bunlar var ki, bunların hamısı ilə xırda-xırda məlumat verib çıxacağım əziz yoldaşlar. Və görüm, fikrim də var ki, bu növlərin hər birinə aid bir video link YouTube'dan atsam sizə ki, bir ona baxasınız da o hərəkətlərə. Ən azından. Görüm, şey deyə bilsəm, yəni çoxdur onlar üst-üstə sayanda. Görüm, nə qədəsini şey deyə bilərəm ki, atım sizə. Azərbaycanca YouTube'a yazsaz çıxmayacaq. Amma ingilis dilində yazılmalıdır. O ki, o ingilis dilində yazılan kimi istənilən növ avtomatik çıxır insan qarşısına. Amma bu Azərbaycanca çıxmır. İndi gəlin bir-bir başlayaq bu növlərə. Bədii gimnastika. Bədii gimnastikanın da kökü qədim zamanlara aparılır. Deyir, hətta Misirdə saxsı qabların, piramidaların üzərində beli bükük vəziyyətdə olan, hətta toplarla rəqs edən qadınların təsviri buna sübut kimi qəbul edirlər. Amma bunun, belə deyək də, yəni bu bədii gimnastikanın, belə deyək də, yəni, nətər deyim sizə, yəni, belə, yəni, bunu yaradan adam François Descartes-in adı ilə bağlayırlar. Ki, yəni, bu, sırf, yəni, bu adam bunu gətirir yavaş-yavaş. Amma əsas məsələ o nə ibarətdir ki, Beynəlxalq Gimnastika Federasiyası
Yalnız 1963-cü ildə bədii gimnastikanın bir növü kimi qəbul edir. Yəni ona qədər bədii gimnastika olmayıb. Yəni olubsa da elə belə də, amma rəsmi olaraq 1963-də Beynəlxalq Gimnastika Federasiyası bunu qəbul edir. Elə həmin ildə də dünya çempionatı da keçirilir. İndi bədii gimnastikada idmançılar bir fərdi olaraq çıxış edə bilərlər Olimpiya oyunlarında. Bir də qruplarla çıxış edə bilərlər Olimpiya oyunlarında. Tamam mı? Yəni bir fərdi olaraq, idmançı fərdi olaraq çıxış edə bilir. Bir də məsələn Azərbaycan gimnastları komanda olaraq çıxış edə bilirlər. Və bu fərdi və komandalı çıxış növləri, nətər deyim sizə, çıxışlar fərqli illərdə daxil olub Olimpiya oyunlarına. Yəni bədii gimnastikada fərdi çıxış 1984-cü ildə Olimpiya oyunlarına daxil olub. 84-cü ildən etibarən daxil. Amma qruplarla hərəkət isə 1996-cı ildən proqramdadır. Və bu arada da deyim ki, bədii gimnastika ilə yalnız qadınlar məşğul olur. Bunun səbəbini də əyilgənlik qabiliyyətinə aid dərsdə cavabı taparıq. Və daha doğrusu bədii gimnastların istifadə etdiyi hərəkətlərin sayı 5 dənədir. Yəni 5 dənə hərəkətdən istifadə edir gimnastlar. Birincisi ip, ikincisi lent, üçüncüsü halqa. Buna bulava da deyirlər yoldaşlar. Belə bir adı da var. Dördüncüsü gürzlər. Buna toppuzlar da deyirlər yoldaşlar. Eğer bu bir sinəyə bənzəyir, o barabanın yekə çubuğu olur. Başında da bir yumru toppuz gibi. Eynən ona bənzəyir. Və sonuncusu toplarla hərəkət. İndi əziz yoldaşlar, baxın, mən bu alətlərin çəkisidir, ölçüsüdür, nə idi, bu haqda sizə heç nə deməyəcəm. Bu heç vaxt da miqdə düşməyib indiyə qədər. Ha, kiminsə üçün maraqlıdırsa, idman federasiyaları içərisində ən zəngin saytı olan federasiya gimnastikadır. Ora yazırsınız Google'da Azərbaycan Gimnastika bilirsiniz. Daxil olursunuz. Orada yuxarıda bölmələr görürsünüz. Gimnastikanın növləri. Mouse'un üstünə gətirən kimi 9 dənə özü açılacaq. Hansına istəsən gir. Orada o lentin uzunluğu nə qədərdir, dəstəyin uzunluğu nə qədərdir, ipin uzunluğu kiməsə maraqlı soru eləsin. Mən deməyəcəm, buna aid də sual da salmayacağım sizə. Çünki bu düşmür. Ümumiyyətlə ölçü daha düşür. Yəni, ölçü dövrü qurtardı. Pandemiyadan ötürü o üzdə qaldı. Və bədii gimnastlar eni uzunu 13 metr olan xalça üzərində öz çıxışlarını nümayiş etdirirlər. Və xalçanın kənarında da belə 1 metr təhlükəsizlik zonası olur. Təhlükəsizlik zonasında məqsədi ondan ibarətdir ki, o gimnastika xalçasını görənlər bilir, İdman Akademiyasında gimnastika zalında vardı. Yerdə müəyyən qədər hündürlüyü var. Ki idmançı birdən müvazinətini itirib çölə çıxarsa, qəfildən ayağı boşluğa düşməsin də. Ona görə o göy rəngdə olan yer var, o 13'dür. 1 metrdə qırmızı var, 1 metrdə hər tərəfdən təhlükəsiz zonasından əhatə olunub. Təhlükəsiz deyəni, yəni 1 metrdə boşluqda azad zona deyək belə. İndi biz dedik ki, bədii gimnastlar Olimpiya oyunlarının proqramında bir fərdi çıxış edə bilərlər, bir də qrup şəklində. Bədii gimnastların da dedik ki, 5 dənə aləti var. Bayaqlarım saydıq. İp, lent, halqa, gürz, top. Amma Olimpiya oyunlarının proqramında fərdi proqramda 4, yəni 4 alətlə hərəkətlər
mümkündür. Qrup hərəkətləri proqramında isə iki çıxış mümkündür. Yəni bir idmançı fərdi olaraq 4 dənə çıxış eləyə bilər. Bu o deməkdir ki, 5 alətin 4-ündə çıxacaq. 5 ilə də çıxmayacaq. Ha, hansı çıxmayacaq onu axtarmırıq. O bizə lazım deyil. Mənim bildiyim yarış qaydaları müəyyənləşdirir ki, hansı alət olmayacaq. Mənim bildiyimdə deyəsən fərdi çıxışda deyəsən ip olunmur. Səhv eləmirəmsə. Amma qruplarla çıxışda, qrup hərəkətlərin proqramında da iki çıxış olur. Bax, şəkildə gördüyünüzdür. Bu nə deməkdir iki çıxış? Ya bu arada qrupun tərkibi 5 nəfərdən ibarət olamışa. Bu arada ya hamı eyni alətlə çıxış eləyir. Bax, hazırda yuxarıdakı şəkildə görürsünüz ki, 5-i də toplandı. Ya da iki müxtəlif alətdə. Aşağıdakına baxsanız görəcəksiniz 3 nəfərin əlində top var. Nə bilim boynuna ip asıb bunda da ip var. Arxada əlində tutub görsənmir. Yəni qruplarla hərəkətdə iki çıxış var. Ya hamı eyni alətdə, ya da iki müxtəlif alətdə. Hə, 5 nəfər olduğuna görə də iki müxtəlif alət olanda bir alət 2 dənə olur, bir alət 3 dənə olur. İndi desək ki, bunları hansı alətlər ola bilər, buna da girməyək. Çünki bizə lazımlı bir məsələ deyil. Amma istəsəz gimnastikada qaydalar var, PDF, nə bilim neçə səhifədir. Onu oradan tapıb oxuya bilərsiniz. Şəxsən mənim maraqlı deyil, bu günə qədər də öyrənməmişəm ki, komanda özü mü seçə bilir onu? Yoxsa indi yarış müəyyənləşdirir ki, 3 top 2 it olmalıdır, nə bilim 3 lent 2 gürz olmalıdır. Tamam mı? Mən heç vaxt axtarmamışam. Və bir də bədii gimnastlar istəyir fərdidə, istəyir qrupda öz çıxışlarını musiqinin müşayiəti altında icra edirlər. Daha o Üzeyir Mehdi Babanın Lakkaçka ilə yox. Söhbət klassik şeylərdən gedir. Mozart, Chopin və s. Onların o gözəl əsərləri ilə falan bəsməkan. Və fərdi çıxışda idmançıya 1 dəqiqə yarım vaxt verilir. Yəni 1 dəqiqə 30 saniyə və ya 90 saniyə verilir. Qrup hərəkətlərində isə komandaya 2 dəqiqə yarım və ya 150 saniyə vaxt verilir. Tamam mı? Yəqin ki, yadda qalır. Yadda qalar deyəndə testlərdə yavaş-yavaş işləyəcəyik. Keçirik əsas məsələyə. İdman gimnastikası. İdman gimnastikası əslində bir növ kimi demirik. Biz ayırıblar bunu dünyada. Kişi idman gimnastikası ayrı idi, bir yaxud dedim, qadın idman gimnastikası ayrı idi. Və kişi idman gimnastikası. Demək ki, gimnastika ilk müasir olimpiya oyunlarından bu günə qədər proqramdadır. Bu növünə görədir. Yəni onun 1896-dan bu günə qədər proqramda olan növü bu idi. Yenə dediyim kimi bu kişi idman gimnastikası qədim zamanlarda adətən deyək, döyüşçülərin fiziki hazırlığını artırmaq məqsədi ilə istifadə olunurdu. Amma bunun artıq belə deyək də Friedrich Ludwig Jahn deyir ki, müasir gimnastikanın banisi hesab olunur. Yəni belə də onun idman tərəfinə gətirən adam budur. Banisi bunu hesab edirlər. Və o vaxtı sizə deyim ki, indi hazırda bu kişi idman gimnastikasına 6 dənə hərəkət daxildir və ya 6 alətdə hərəkət daxildir deyirik. Və bu 6 hərəkət 1952-ci il Helsinki Olimpiya oyunlarından formalaşdırılıb, bu günə qədər də dəyişməz qalır. Bir daha deyirik, kişi idman gimnastikası 1896-dan proqramdadır. Amma əvvəllər kəndirə dırmanma var.
Kişi idman gimnastikasının bir növü də kəndirə dırmanma olub vaxtı ilə. Özü o, mən baxmışdım, zalda yox, açıq havada təşkil edirdilər onu. Hündürlüyü də 10 metr olurdu. Kim daha qısa vaxtda ayaqların köməyi olmadan ora çıxa bilər? Daha qısa anda. Ora çıxmaq, yəni şey olurdu. Yəni daha qısa vaxtda çıxana üstünlük verirdilər belə. Amma indi hazırda 1952-ci ildən bu günə qədər 6 dənə hərəkət daxildir və bu hərəkətlərin bir-bir üzərindən keçid eləyək. Və bunları artıq edirəm, bədiyini də bilməliydik, orada dediklərimizi, bunları da həmçinin. Birincisi sərbəst hərəkətlərdir və ya buna xalça üzərində sərbəst hərəkətlər də deyə bilirlər. Və ya azadə hərəkətlər də desə eyni şeydən gedir söhbət. Gimnastlar, yəni eni uzunu 12 metr olan xalça üzərində çıxışlarını həyata keçirdirlər. Bu 12-lik xalçanın da hər tərəfində 1 metr təhlükəsizlik zonası olur. Gimnastlar şəkildə gördüyünüz kimi müəyyən salto, akrobatika elementi olan, breakdance elementi olan hərəkətlərdən istifadə edirlər. Kişilərin xalça üzərində sərbəst hərəkətlərinə 70 saniyə vaxt verilir. 70 saniyə ərzində öz nömrələrini təqdim etməlidirlər və musiqinin müşayiəti olmadan, yəni musiqisiz bunu yerinə yetirirlər. Növbəti bir hərəkətimiz dəstəli atdır. Əgər kiminsə üçün maraqlıdırsa, bunun ölçüsü, yerdən olan hündürlüyü falan burada var. Bu məlumatı da deyirəm, Azərbaycan Gimnastika Federasiyasından götürdüyüm məlumatdır. Və dəstəli at da, indi bizdə məktəbdə bunun dəstəli olmayan versiyasına biz nə bilim, kazyol deyirik, keçi deyirik, nə deyirik? Bunun adı budur, dəstəli at. Yəni, idmançılar müəyyən tipli, belə deyək, fırlanma, müvazinət saxlama, dönmə və s. hərəkətlər yerinə yetirirlər. Bu bizim oldu ikinci hərəkətimiz. Üçüncü gəlir halqalar. Yəni, növlər içərisində müəyyən dərəcədə çətinliyi olan yəni, hərəkətlərdən biridir. Deyirəm, burada yenə də nə ölçü istəsəz var yazıda. Sadəcə aləti də tanıyaq, zəhmət olmasa. Çünki bir dəfə pandemiya ilində bu alətlərlə bağlı şəkillər düşmüşdü. Yazmışdılar ki, şəkildə gördüyünüz gimnastika alətinin adı nədir? Halqalar. Bunun adı halqalardır. Növbəti dayaqlı tullanmadır. Hə. Deməli, gimnastikanın bu növü, yəni kişi idman gimnastikasında bu hərəkət növü yeganə növlərdən biridir ki, kişi idman gimnastikada yox, kişi idman gimnastikasında yeganə növlərdən biridir ki, bu hərəkət qaçaraq icra edilir. Yəni uzunluğu 25 metr, eni 1 metr olan qaçış zolağı var. İdmançı qaçaraq bu hərəkəti icra edir. Bir dənə bu ölçünü yadınızda saxlayarsınız. Niyə? Bu əsas deyil, ha. Sadəcə deyirəm, bunu yadınızda saxlayarsınız, irəlidə lazım olacaq. Və bu hərəkətin icrası zamanı idmançı, yəni idmançı hazırlığında bu hərəkəti öyrətmək 7 dənə fazadan keçir. Yəni dayaqlı tullanma hərəkətinin 7 dənə fazası var. Birincisi qaçışdır. İkincisi körpüyə sıçrayış. Üçüncüsü təkandır. Yəni körpüdən verilən təkan. Dördüncüsü uçuşdur. Beşincisi alətə istinaddır. Altıncı istinaddan sonra uçuşdur. Yedinci də yerə enmədir. Bir daha deyirəm. Qaçış birincidir. Körpüyə sıçrayış ikincidir.
təkan üçüncüdür, uçuş dördüncüdür, alətə istinad beşincidir, istinaddan sonra uçuş altıncıdır, yerə enmə də yeddinci fazadır. Sadəcə şəkil üzərində sizə göstərmək istəyirdim ki, biləsiniz ki, sıçrayış nədir, təkan nədir. Yəni sıçrayış körpü üzərinə elə bir şəkildə belə deyək də getməlisən ki, istədiyin o təkanı əldə edə biləsən. Növbəti gəlir paralel qollar. Yəni bu alətin adı paralel qollardır. Paralel taxta deyil. Nə bilim paralel başqa şey deyil. Bunun adı paralel qollardır. Ki, yenə deyirəm, yerdən alət 2 metr hündürdə olar. Özünün uzunluğu 3,5 olar falan belə ölçüləri orada var. Və sonuncusu kişi idman gimnastikasına aid olan sonuncu hərəkət kişiliyin simvolu turnik. Amma biz bu bildiyimiz söhbət turnikdə dartınmadan getmir ha. Bu müəyyən idmançı, müəyyən saltolar falan digər şeyləri edib sonra yəni yerə enir yoldaşlar. Deməli, bizə lazım olan odur ki, kişi idman gimnastikasına aid olan bu 6 dənə hərəkəti bilək. Sərbəst hərəkətlər 1, 70 saniyə musiqisiz, dəstəli at, halqalar, dayaqlı tullanma, o 7 dənə də fazanı bilmək məcburidir. Yəni, lazımdır sizə, o barədə məcbur deyirəm. Paralel qollar, turnik. 6 dənə hərəkət daxil idi. İndi yoldaşlar, keçirik qadın idman gimnastikasına. Daha məsələ bir dənə buradadır ki, miqdə daha çox bu istiqamət üzrə suallar gəlməmişə ki, hansı kişi idman, hansı alətdə hərəkət kişi idman gimnastikasına aiddir, hansında qadına aiddir. Kişilərə aid oldu 6 dənə, deyilmi, hərəkət və ya 6 alətdə hərəkət. Qadınlarda isə 4 dənə hərəkət var. Və bu 4 hərəkətin ikisi ortaqdır yoldaşlar. Yəni, kişi idman gimnastikasında nə gördünüzsə, qadınlarda da onun eynisidir. Ona görə də qoy deyim, sonra suallara keçərəm ki, miqdə nə tipdə suallar gəlmişdir. Qadın idman gimnastikası. Qadınların ümumiyyətlə gimnastikanın növündə, özü idman gimnastikasında, çünki o vaxtda bədii zal yox idi axı. İdman gimnastikasında olimpiya oyunlarına buraxmırdılar. Belə baxanda da hələ əcəb edirdilər, buraxmırdılar. Çünki biz qadınları həmişə zəriflik, gözəllik, belə bir simvollarda görmüşdü. Amma qadınlar da əzələ pırtladıb çıxacaqsa, yalnız 1928-ci ildə qadınları, yəni idman gimnastikasında olimpiya oyunlarına icazə verdilər. Olimpiya oyunlarında iştirakına icazə verdilər. Yəni 1928 Amsterdam, Hollandiya, Niderland və burada ilk oyun, yəni ilk olimpiya oyunlarındakı çıxış 1928-ci il olimpiya oyunları oldu. Və dediyim kimi qadın idman gimnastikasına da 4 hərəkət daxildir. Amma hazırda istifadə edilən 4 hərəkət ki var, indi onu biz görəcəyik. Həmin 4 hərəkət də 1952-ci il Helsinki Olimpiya oyunlarından sonra formalaşdırılıb. Yəni, həm kişi, həm qadın idman gimnastikasının hərəkətləri, ikisi də bir yerdə 1952-ci ildən sonra formalaşdırılıb ki, bunlar olacaq və bu günə qədər də o dəyişməz olaraq qalır. Qadınların idman gimnastikasına daxil olan dedim 4 hərəkət var ki, onun ikisi ortaqdır. O ortağın biri budur. Dayaqlı tullanma. Bayaq kişilərdəki necə dedik? Dayaqlı tullanma eynidir. Sadəcə bir dənə alətin hündürlüyündə fərq var. Kişilərdə 135 idisə, alətin yerdən hündürlüyü, qadınlarda 10 sm qısadır. 125 sm-dir yerdən hündürlüyü. Fərq bir dənə odur. Yenə də 25 metr qaçış zolağı var, eni 1 metr olan. Burada da yenə faza
7 dənə sayrı, qaçış, sıçrayış, təkan, uçuş, alətə istinad, istinaddan sonra uçuş, yerənmə. Yəni fərqli şey budur. Və bir dəfə də Miqdə bir sual düşmüşdü ki, bu hərəkət, bu hərəkət, bu hərəkəti, bu alətdə hərəkəti həm kişilər, həm qadınlar yerinə yetirirlər. Alətin hündürlüyü kişilərdə və qadınlarda fərqli olur. Və bu alət qaçaraq yerinə yetirilir. Qaçış üçün də uzunluğu 25, eni 1 metr olan qaçış zolağı olur. Söhbət hansı alətdən gedir? Cavab dayaqlı tullanma idi. Bir dəfə Miqdə bir sual düşür. Bu ortaq olan hərəkət oldu. Növbəti bir hərəkətimiz isə müxtəlif hündürlüklü qollar. Bu sırf qadınlara aiddir. Bu alətdə ancaq qadınlar iştirak edir. Necə ki, kişilərdə də var idi. Paralel qol, dəstəli at, turnik, halqalar orada ancaq kişilər iştirak edirdi. Burada da yalnız qadınlar iştirak edir. Bunun adı müxtəlif hündürlüklü qollar gedir. Daha ikili turnik getmir, böyük balaca turnik getmir. Birilisinin Miqdə bir sual düşmüşdü. Belə oradakı variantlara əsasən deyirəm sizə. Biz bunu görəcəksiniz. MiG 2020 testində var. Müxtəlif hündürlüklü qollar sırf qadınlara aiddir. Növbəti hərəkət yenə sırf qadınlara aid olan hərəkət gimnastika tiri. Ha, bu çox, belə deyim də sizə, çox çətin, müvazinətin ən öndə gedən hərəkətidir. Niyə? Bunun üzərindəki gəzir ay idmançılar. Bunun eni cəmsi 10 santimetrdir. Onun indi videolarına baxasınız. İndi sən gəl 10 üzərində tullan salto vur, qaydı 10 santlıq taxtaya ilə düş ki, müvazinətdən çıxmayasan. Çətin hərəkət dəqiqdir. Alət yerdən 1 metr 25 sm hündürlüyü olur, uzunluğu 5 metr olur. Dediyim kimi, onun da qalınlığı, tirinin qalınlığı 10 sm. Və qadınlara aid olan dördüncü hərəkət kişilərlə ortaq olan xalça üzərində sərbəst hərəkətlər. Burada da xalçanın, ümumiyyətlə bir dənə bədii gimnastikada xalçanın eni uzunu 13 metrdir. Yerdə qalan bütün harda xalça görəcəksinizsə, eni uzunu 12 metr olur. Da hər dəfə fikirləşmək lazımdır ki, filan növdə xalçanın eni uzunu nə qədər idi? Misal üçün deyirəm ha. Bir dənə bədii deyil. Kişilərlə ortaqdır. Kişilərdə də bu hərəkət var idi. Qadınlarda da bu hərəkət var. Yalnız bir dənə kişilərdən bir fərqi, bir yox, iki fərqi deyək. Bir, kişilər üçün bu sərbəst hərəkətlərə 70 saniyə verirlərsə, qadınlara 90 saniyə verirlər. Kişilərdə musiqisiz idisə, qadınlarda musiqinin müşayiəti ilə hərəkətlərini icra edirlər. Kişilərə nisbətən burada qızların biraz rəqs elementləri də var. Düzdür, hərəkətin mərkəzində şəkildə gördüyünüz kimi həmən o saltolar daha çox özünü göstərir. Deməli, indi nəyə baxırıq? Kişi idman gimnastikasına 6 hərəkət daxil idi, qadınlara 4 hərəkət. Hə, kişi idman gimnastikasına qadın idman gimnastların deməli, ortaq çıxış etdiyi alət biri budur, xalça üzərində sərbəst hərəkətlər, bir də dayaqlı tullanmadır. Bax, miqdə 50 dəfələrlə düşüb. Aşağıdakı hərəkətlərin hansında yalnız qadınlar iştirak edir. Hə, idman gimnastikasında yalnız qadınların iştirak etdiyi iki hərəkət var. Gimnastika tiri və müxtəlif hündürlüklü qollar. Amma da dayaqlı tullanma yalnız qadınlar iştirak etmir axı, kişilər də iştirak edir. Və ya deyirdi, yalnız kişilərin iştirak etdiyi aləti müəyyən edin. Və ya nə bilim, nə bilim, həm kişilərin, bir dəfə söz olaraq dəyişmək, həm kişilərin, həm qadınların iştirak etdiyi aləti müəyyən edin. Nə bilim, qadın idman gimnastikasına fərqli olaraq kişi idman gimnastikasına aid olanları seçin. Keçəlim ilk sualı. Daha asan. Qadınların bu 4 dənə hərəkəti var idi. Sərbəst 1, gimnastika tiri 2, geriyə qayıdıram. Müxtəlif hündürlüklü qollar və dayaqlı tullanma. Bu 4-dən 3-ünü vermişdilər. 4-cünün yerinə sual işarəsi qoymuşdular. Və yazmışlar ki, sual işarəsinin yerində hansı hərəkət olmalıdır və ya
sual işarəsinin yerində hansı şey olmalıdır? Məsələ ondan ibarət. Yəni, amma keçən ilin ilk sualı çox asandır. Bu dörd hərəkətin üçü var idi, biri yox idi. Olmayan hansı idi, cavabların içindən çatıb qoydun ora. Qutardı getdi. Bu da oldu qadın idman jimnastikası. Və jimnastikanın dördüncü olimpisk növündən biri batut jimnastikası və tumblingdir. Batut jimnastikası ümumiyyətlə batut hansı alətdir? O görmüsünüz, jimnast belə tullanır, qalxır, tullanır, qalxır. Ta istədiyi hündürlüyə qalxandan sonra tullanır, saltolar vurub düşür. Daha tor kimi bir şeydir, elastik. Onu kəşf edən Amerikalı Nissen adında bir adamdır ki, batutun alətinin ilk versiyasını o hazırlayır. Məsələn, sonra məsələn deyir ki, 48-ci ildə ABŞ çempionatını keçirir həmin adam. Sonra 64-cü ildən dünya çempionatı keçirilib həmin o batut növü üzrə. Və bu çempionatdan, yəni 1964-dən deyir, dərhal sonra Beynəlxalq Batut Federasiyasını da yaradırlar Amerikada. Yalnız 1988-ci ildə beynəlxalq deməli Olimpiya Komitəsi bu batut jimnastikasını bir idman növü kimi olaraq tanıdı və buna görə də yalnız 1998-ci ildə bu beynəlxalq batut jimnastikası ləğv edildi və ardınca da Beynəlxalq Jimnastika Federasiyası batut jimnastikasını jimnastikanın bir növü kimi tanıdı. Batut jimnastikasına 4 dənə hərəkət daxildir. Birincisi, bunu götürün burada. Batutla pərdə tullanma. Gördüyünüz bax budur. İdmançı tullanır, qalxır yuxarı, istədiyi hündürlüyə ulaşandan sonra başlayır saltolarını etməyə. Hətta 8-10 metrə qədər qalxır bəzən idmançılar. Batutla fərdə tullanma. Birinci hərəkət budur. İkinci hərəkət batutla sinxron tullanmadır. Yəni, iki gimnast eyni vaxtda hərəkətlərini icra eləyir. Hərəkətlərin mürəkkəbliyi bir yana və hərəkəti edən zamanda sinxronluq qorunmalıdır. Təbii ki, bunlar 100% edə bilmirlər, amma biri var, biri belə gedəndə o biri geri qayıtmasın da. Yəni eyni məsələ var. Amma bəzən olur ki, elə idmançılar var ki, 90 neçə faiz sinxron o hərəkəti icra edirlər. Hazırda görürsünüz ki, iki idmançı eyni hərəkəti icra edir və ikisi də demək olar ki, eyni vəziyyətdədirlər. Bu 100% sinxronluq kimi götürə bilər. Qalır bir dənə onların ikisi də eyni hündürlükdədirlərmi? Məsələsi. Üçüncü hərəkət bura aid olan, üçüncü hərəkət ikili mini batutdur. İkili mini batut iki dəfə təkanın söhbətinə görə adı belə adlanılır. İkili mini batut. İdmançı qaça-qaça görürsünüz gəlir, birinci təkanı verir, salto aşıb qayıdır, ikinci təkanı verir, yenidən qayıdıb düşür yerə. Bu arada bütün jimnastika hərəkətlərində müvazinətin saxlanılması şərtdir, yoldaşlar. İdmançı nə qədər mürəkkəb elementi yerinə yetirsin. Çıxışın sonunda o müvazinətdə saxlamayıb yıxılarsa, müvazinətdən çıxarsa, bir addım atıb, yəni mil kimi düşüb, taraf belə durub qalmadısa, onun çıxışı elə bil ki, necə deyimsə, yüksək bal alma ehtimalı azalır, çox azalır. Yəni, hərəkətin mürəkkəbliyi öz yerində əsas can qiymət o axırda müvazinətin saxlanılmasındadır. Bu arada da bütün jimnastika hərəkətləri çıxış vəziyyətindən başlayır. Və nəhayət dördüncü hərəkət tumbling. Yenə deyim, İdman Akademiyasının jimnastika zalında vardı. Müəyyən bir yer vardı. Orada enli bir çığır var idi. Eynən aşağıdakı kimi görsənirdi. Jimnastika zalına, İdman Akademiyasına belə girəndə bizim vaxtımızda sol tərəfdə idi o. Divarın dibindən uzun belə. Yerdən də müəyyən qədər hündürlüyü olurdu. İdmançılar salto vura gelirdilər. Bunu da
uzunluğu 25 metr olur, amma eni 2 metr olur. Və 4 dənə hərəkət daxildir bura. Bu jimnastikaya, batut jimnastikası və tumbling növünə 4 hərəkət daxildir. Bir daha deyirəm. Batutla fərdi tullanma, batutla sinxron tullanma, ikili mini batut və tumbling hazırda gördüyünüz. Amma bu 4 hərəkətin içində yalnız biri Olimpiya oyunlarının proqramına daxildir. Bir hərəkət. O da batutla fərdi tullanma hərəkətidir. Yerdə qalan 3 dənə hərəkət var ha. Batutla sinxron, ikili mini batut və tumbling Olimpiya proqramına daxil deyil. Bir dənə batutla fərdi tullanma növü Olimpiya proqramına daxildir. O da 2000-ci ildən etibarən, yəni jimnastikanın Olimpiyaya daxil olan, ən gec daxil olan növü budur. Yəni bu növ üzrə, bu növün adı belə səsləndirilir də, batut jimnastikası və tumbling. Bu növ üzrə yalnız bir hərəkət Olimpiya proqramına daxildir. Və artıq bundan sonra danışacağımız növlər hamısı qeyri-olimpiya idman növləridir. Və ona görə də elə də çox üzərində qalmayacaq. Səbəb də ondan ibarətdir ki, bizə lazım olan miqdarda bilək indiyə qədər nə düşüb ona uyğun olaraq. Akrobatika jimnastikası. Akrobatika jimnastikası, yəni qeyri-olimpiya idman növüdür. Amma burada da belə deyim də sizə ki, çox yəni akrobatik hərəkətlər yığını daha çoxdur. Bu növdə də idmançılar eyni uzunluğu 12 metr olan xalça üzərində nömrələrini təqdim edirlər. Musiqinin müşayiəti də olur. 5 proqramda çıxış var akrobatika jimnastikasında. Kişi cütlüyü, qadın cütlüyü, 2, 3 qarışıq cütlük, 4 kişi qrupu, qadın qrupu və kişi qrupu. Yəni 5 proqram bu demək idi. 3 dənə cütlər şəklindədir. Yəni kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük 3, qadın qrupu, kişi qrupu. Sadəcə qadın qrupunda qadın qrupu 3 nəfərdən ibarət olur. Kişi qrupu isə 4 nəfərdən ibarət olur. Və akrobatikanın bu növü dediyimiz kimi qeyri-olimpiya növüdür. Vəssalam. Keçdik aerobika jimnastikasına. İndi burada da yaşı çatan müəllimlər, sizə xatırınıza bir şey deyim, görüm kimin xatırında var. 90-cı illərin əvvəlləri, yəni 93, 94-də ASTV-nin səhər proqramında musiqi müşayiəti ilə aerobika eləyən qızlar var idi. Kim xatırlayır onu? Dediyim Ben illərdə. hatırlayıram filmləri. Bəli. İzledim. Baxmışıq, bəli, Bəli, Hüseyn bəli. müəllim. Rəqs eləyirdilər. Ancaq musiqi sanki biraz oyuna bənzəyər, amma idman tipli şeylər eləyirdilər. Və yaxud da Bəli. o şey tamaşasında evləri köndələn yardadır da. Rəhmətli Telman, rəhmətli Hanı bu Telman. aerobikanın duzu? Hanı bu aerobikanı istiyordu? Yəni aerobika, bəli, həqiqətən də rəqs və idmanın qarışıq bir şeyi idi də, tandemi idi, belə deyim. Və yalnız fikir verin, əslində bunu da Beynəlxalq Gimnastika Federasiyası yalnız 1994-cü ilin mayından etibarən aerobikanı gimnastikanın bir növü olaraq qəbul etdi. Amma indi baxmayaraq qeyri-olimpiya növüdür. Amma aerobika gimnastikası üzrə dünya çempionatı, Avropa, digər qitə çempionatları keçirilir biləsiniz. Və burada da gimnastlar yenə akrobatikada da olduğu kimi, yəni eni uzunluğu 12 metr olan xalça üzərində çıxışlarını edirlər. Bura 7 proqramda çıxış daxildir. 7 proqram nədir? Fərdi çıxış
Yani iki proqram fərdi çıxışlar. Yəni qadınlar fərdi çıxış, qadın fərdi çıxışı və kişi fərdi çıxışı. Yəni iki növ buradadır. İkincisi gəlir. Üçüncüsü daha doğrusu. Üçüncü növ triodur. Üçlük. Dördüncüsü qarışıq cütlər. Beşincisi qrup. Altıncısı aerodans. Yedinci də aerostep. Yəni bunlara niyə aerodans, aerostep deyilir? Yəni o qədər də belə məlumat yoxdur. Niyə iminin adı aerodansdır? Amma bildiyimiz odur ki, deyir ki, trio, qrup, aerodans və aerostop. Bu dörd proqramda ya yalnız kişilər ola da bilər, və ya yalnız qadınlar da ola bilər, və ya qarışıq şəkildə də ola bilər heyət. Yəni, aydın oldu mu fikrim? Yəni, bu heç də bu fərdi, kişi fərdi ayrı, qadın fərdi ayrı, bu növü başa düşdük. Bu qarışıq cütlərdir. Bunu da başa düşdük ki, biri kişi, biri qadın olmaqla aydın məsələdir. Amma yerdə qalan ki, üçlük, qrup və aerodans, aerostep var ki, bunların da hər birinin tərkibi 8 nəfərdən ibarətdir. Deyir ki, bunların dördündə də heyət ya hamısı kişilər ola bilər, ya hamısı qadınlar ola bilər, ya da ki, mix, qarışıq şəkildə də ola bilər, yoldaşlar. Və gəldik gimnastikanın son 5-6 ildə yaranan növlərinə. Gimnastika hamı üçün. Elə adından göründüyü kimidir. Gimnastika hamı üçün. Yoldaşlar, bunu gimnastika bir əyləncədir. İdman növü kimi qəbul edilib, amma bir əyləncədir. Çünki gimnastikanın bu növündə, yəni gimnastika üçün hamı növündə yaşından, çəkisindən, fiziki görünüşündən asılı olmayaraq istənilən qədər, yəni istənilən insan iştirak edə bilir. Yəni burada araşdırsaq 7 yaşında da uşaq görəcəksiniz, 70 yaşında da nənə baba görəcəksiniz burada. Və həqiqətən. Bu bir əyləncə xarakteri daşıyır və iki proqram mövcuddur. Yəni iki dənə tədbir mövcuddur bu gimnastikanın bu növündə. Biri ümumdünya, yəni World Gymnastic for Life Challenge adı altında yarışlar keçirdirlər ki, bu yarışlarda deyir bir dənə yeganə tələb var ki, iştirakçıların yəni tələb iştirakçıların ən azı 10 nəfərdən ibarət qrupa daxil olmasıdır. Yəni qrupda minimum 10 nəfər olmalıdır burada. Və istəsəz yenə deyirəm, buradan nə istəyirsiniz, baxıb öyrənə bilərsiniz. Amma buradakı şəkillərdə yəni bu adamın nə boyda olduğu, hətta qarnının olduğunu görə bilirsiniz. Bu yarışdakı xanımın bir 40 yaşı olduğunu görə bilərsiniz. Burada da fikir versəz, burada da uşaqlar da var. Amma araşdıranda görürsünüz ki, yaşlı insanları da görə bilirsiniz. Dediyimiz sözü. İki növ tədbir aiddir. Biri dedik ki, ümumdünya gimnastlar arası, yəni World Gymnastic for Life Challenge yarışlarıdır. Biri isə Avropada keçirilən, yəni Avropa gimnastikasında European Gymnastic for Life Challenge və Qızıl Yaş Gimnastika Festivalı adı altında çıxış edilir. Və qızıl yaş deyəndə söhbət 50 yaş və daha yuxarı yaşlı şəxsləri bir araya gətirərək yarışlar keçirilir. Yəni dediyim kimi bu ancaq bir əyləncə xarakteri daşıyır və indiyə kimi də miqdə buna aid bir dəfə bir dənə sual olub. O da belə olmuşdu ki, çox sadə bir şəkildə ki, gimnastikanın hansı növündə yaşından, çəkisindən, görünüşündən asılı olmayaraq hamı iştirak edə bilər də gimnastika hamı üçün növü. Bundan başqa sual görünməyib. Növbəti növümüz team gimnastik, yəni komanda gimnastikası. Buraya deməli 3 proqram üzrə yarışlar keçirilir. Yəni 3 proqram deyəndə söhbət ondan gedir ki, burada team gimnastikası, yəni adınsa komanda gimnastikasıdır. Burada fərdi çıxış olmayacaq. 3 proqram nə demək istəyir? Yəni komanda kişilər bir çıxışdır, bir proqramdır.
Komandanın heyəti hamısı qadınlar olan bir proqramdır, ikinci proqram, üçüncü proqramda qarışıq şəkildə olan. Yəni 3 proqram deyəndə bunu nəzərdə tutun. Ki, team jimnastika 3 proqram aiddir. Qadın, kişi və qarışıq komandalar. Yəni 3 dənə formada keçirilir. Ya komandanın hamısı kişi olmalıdır, kişilər arasında keçirilir bu və ya sırf qadınlar arasında keçirilir və ya mix, yəni qarışıq heyət. Ola bilər eyni vaxtlarda keçirsin, problemi də 3-dür. Və bu jimnastikanın bu növündə də 3 alətli hərəkət daxildir. Onu da şəkillərlə göstərmişəm. Bu akrobatika cığırıdır. Tumbling oxşayır. Salto vura-vura gəlib axırda burada bitirirlər. Növbəti team jimnastik xalçası. Yəni xalça üzərində müxtəlif nömrələr göstərirlər. Fikir versiniz də burada da belə bir adam var, bu lap balaca uşaqdır. Yəni ona görə deyirik ki, yəni bu kimi şeylərdə artıq bunlar daha çox əyləncə xarakteri daşıyır. Üçüncü isə trompet adlanan kiçik alət olur ki, gəlib deməli belə deyək də burada məqsəd nədir? Qaça-qaça gəlib təkanı bura verib, bura istinad eləyərək fırlanıb bu döşəyin üzərinə düşməyə çalışırlar. Və sonuncu deyəcəyim məsələ deməli parkur. Necə ki deyirdim ki, parkurun Azərbaycanla bir əlaqəsi var. Əlaqə də ondan ibarətdir ki, 2018-ci ildə Beynəlxalq Gimnastika Federasiyasının sayca 82-ci konqresi Azərbaycanda keçirilirdi və həmin konqresdə qərar qəbul edilir rəsmi olaraq parkur Beynəlxalq Gimnastika Federasiyasının fəaliyyətinə daxil edilir, yoldaşlar. Bundan başqa mən bu parkurdan sizə deyəcəyim bir məsələ nədir? Parkur nədir? Burada da deyir ki, 90-cı illərdə Paris şəhəri ətraflarında meydana gəlib. Bu parkur nədir? Görmüş olarsınız videolar, nə bilim, o divara dırmaşıb, salto vurub düşür bu tərəfə, nə bilim, suraxın qırağından tutub ora tullanır, bura tullanır, ora tullanıb yerdə mayallaq aşıb durur ayağa. Bu olur bu şeylər. Bunlardan, söhbət bundan gedir. Parkur budur. Amma onlar necə ki, Farsxaç filminə baxmısınız, şəhərin ortasında avtomobil yarışı təşkil etmək günün bu günündə də qanunla qadağandır da. Və onların da küçədə göstərdikləri bu fəaliyyətdə risklər olduğuna görə, ona görə də bu qanunsuz idi. Yəni, icazə vermirdilər də rəsmi olaraq ki, bunlar küçədə istədikləri o hərəkətləri etsinlər. Elə bir ki, belə edirlər, bunları küçədən yığıb gətirdilər də ki, gəlin və həm yarışın, həm medal qazanın və onlar üçün də o dediyimiz o şeyləri hamısını süni şəkildə belə deyək də zalda yaradırlar. Ki, yəni, belə deyək də, yəni küçədən yığdılar da, belə deyim də, onların əl-ayağını küçədən yığdılar. Yəni belə şeylər görmüşsünüz. İnanmıram ki, TikTokda ya Facebookda, Instagramda hardasa belə videolar görməyəsiniz. Buradan ora tullanır, oradan ora tullanır, mayallaq aşıb durub ayağa gedib nələr silir. Söhbət ondan gedir. O növlərdən gedir. Ki, de burada da fikir verirsə yuxarıda şəkildə bu indi tullanıb üstdən aşağı mayallaq aşaraq bundan sonra nə bilim nə varsa gedib onu icra eləyəcəkdir, yoldaşlar. Mənim gimnastika haqqında deyəcəyim bu qədər. Niyə? Bizə lazım olan miqdarı budur. Amma mən durub bunun xırdalığını sizə izah eləsəm, gərək 3-4 dərs oturaq bu dərsin üstündə. Açıq deyirəm. Pərviz Sərxanlı qardaş, buyur. Müəllim, adlara önəm verək. Orada dediniz, batutu kimsə yaradıb, ad dediniz orada. Yəni onlar düşə bilər, yoxsa? Yox. Sadəcə tanı ki, batut tumbling jimnastikasına neçə hərəkət daxildə, adları nədir? Şidman jimnastikasına neçə neçə alətli hərəkət daxildir, hansılardır? Qadın idman jimnastikasına neçə alət daxildir, hansılardır? O dayaqlı tullanmanın fazalarını bilin. Bədii jimnastikanı bilin, neçə alət daxildir, fərdi çıxışlar olimpiya oyunlarına neçə alətlə çıxış eləyirdi, qrupda neçə proqram var, o çıxışlarda hansı alətlərlə olar? Müəllim, siz ad dediniz, bir adam adı, ona ki, onu dedimə yaradanı. Yox. O sadəcə olaraq yenə deyirəm, o kimə lazımdır o. Siz bir şey başa düşün.
özümün gəldiyim qənaətdir ki, niyə 2000 pandemiyadan sonra belə deyək də tapmaca, gül tapmaca sualları daha yoxdur. Yəni mən özüm də imtahan verən vaxtı mən sizə desəm şoka düşəcəksiniz. Mənə düşən sualın biri bilirsiniz nə idi o vaxtı? 2014-də. İdman kanalına vaxt yaranıb. Mən də institutdan sonra da hərbi xidmətdə o 2008-də gəlmişdim. Yadımdadır ki, 2008-dən sonra gəldim. Yəni sentyabrdan sonra da gəldim magistraturaya girmişdim. Onu bərpa elədim. Ərizə yazıb dondurmuşdum da. Gəldim magistratura bərpa elədim. Amma yadımdadır ki, bu yanvardan sonra qış vaxtları gündə 3 saat, 4 saat efirə gedirdi İdman televiziyası. Oradan məntiqlə 2009 vurdum və variantda düz çıxdı. Ki, İdman kanalı 2009-cu ildə yarandı. Və artıq o xırdalıqlar ki var, ha, mən deyirəm ki, onlara getməyin. Çünki artıq bilirsiniz necədir? Mən məsələn bir şagirdimi ora göndərdim, yəni müdavimimi ora göndərdim. Getdinən ki, bu sualı niyə vermirsiniz ki? Bu sualı verəndə nəyi ölçüsüz? Yəni o sualı o namizəd bilsə nə olur, bilməsə nə olur? Yəni bilsə yaxşı müəllimdirmi deməkdir o. Ondan sonra açıqlayıram sizə. Ki ondan sonra artıq yavaş-yavaş gördük ki, da ölçülər yığışdı, rəqəmlər yığışdı. İndi isə daha çox. Məsələn, futbolda məsələn cərimə sərbəst-sərbəstinə aid verilmiş sualı mən tam məqbul hesab edirəm. Niyə? Çünki futbol belə deyək ki, açıq danışaq, günümüzün reallığında ən çox şagirdlərə verilən, oynadılan növ futboldur. Məktəblər arası futbol yarışı keçirilir. Bu uşağı da sən başa salmalısan ki, ay uşaq, bunu eləsən cərimə zərbəsidir. Bunu belə eləsən sərbəst zərbə. Hakim oyunu saxlayıb topu rəqibə verəcək. Bunu sən bilməlisən ki, öyrənəsən. Və ya voleyboldan yarışlar olur. Sən başa salmalısan da, sən özün bilməlisən ki, bu yer dəyişmə nə zaman olur ki, uşaqlara da onu izah eləyə biləsən ki, yer dəyişmədə kim hara gedir? Yer dəyişmə nə zaman olacaq? Və ya nə bilim, topu necə qəbul eləsən bu ikili toxunuş sayılmaz və sair və ilaxır belə. Kimsə əl qaldırmışdı, sonra əli götürdü. Müəllim, mən əl qaldırmışdım. Mən 2022-ci ildə imtahan verəndə sual düşmüşdü. Bu paralel qolların yerdən hündürlüyü. Düşməyib də qurban sizə, səhv deyirsiniz axı. 2022-ci ildə düşmüşdü. Mənim düşməyib də, mən də sizə Səhv deyirəm düşməyib. Siz nəyisə qarışdırırsınız. düşmüşdü axı. Düşməyib. Burada Rüzgar xanım da mənimlə bərabər vermişdi imtahan. Valla siz ondan da soruşun Yox, belə mənim sual. heç yadımda deyil, esinə düşübdü. Yox, düşməyib. Yəni Mən bir də soruşum, sizin sadəcə yenə deyirəm, bir dənə sual olmuşdu ki, o bayaq dediyim ki, o hündürlüyü kişi qadınların fərqli olsa da 25 metrdə qaçış zolağı var, avtomatik aydın idi. Orada belə bir şey gəlmişdi. hatırlayıram. Ha, o sualı xatırlayırsın. Amma iminli soruşmamışdılar ki, filan alətin hündürlüyü gimnastikada soruşulmuyor. Yox, müəllim, bilsin nətər, o düşə bilər, amma o uzunluq məsələsi onu bilmirəm. Amma özü düşə bilər, şəklin özü orada ola bilərdi. Şəklin özü Amma olub. sual fərqli ola bilərdi. Yox, şəklin özü olub. Hə, amma Mən sual sizə fərqli MIR olacaq. 2020-ni işləyəndə deyəcəm. Əldə nə var da? MIR 2020-nin testi var, onu özləri paylaşmışdılar. MIR 2020, 23, 24, 25. 4 dənə 4 ilin suallarını biz sizlə bir dərsdə oturub işləyəcəksiniz. Sınaq kimi onun sizlə müzakirəsini edəcəm mən. Ki bu budur, bu budur, bu budur. Yəni gimnastikadan yenə deyirəm, daha çox keçən ilin sualını dedim ki, çox sadə bir sual idi. Ondan əvvəl də bir dənə o dediyim də olub. Ondan da əvvəllər, yəni nə bilim, hansında yalnız qadınlar iştirak edir, yalnız kişilər iştirak edir. Belə bir tipada suallar indiyə kimi görünmüşdür. Deməli, Bəli. şey çıxmışdı bu TikTokda. Deməli, hazırlıq keçir o da sizin kimi. Deməli, mən baxdım, bu cərrahdır da. Damar, vena, qan, bu nə danışır? Anatomiya keçir. Bu anatomiya bu suallarda hardadır bizdə? Miqdə ya Bəli, sertifikasıda? bizdə anatomiya sualı yoxdur. Bizdə olan görürsüz, bax Bilal da yazdı 2022-də iştirak edib. Görürsən, Bilal da deyir ki, 2022-də şəkili var idi, amma ölçüsü ilə bağlı bir şey yox idi. Anar müəllim, belə deyək də, bizdə biraz var, məsələn, çərçivə sənədində göstərilib, o qədər yox da, yəni
İndi Bax, bu sənə keçidir. qida elementlərinin orqanizmə təsiri. Məsələn, keçən il düşmüşdü ki, orqanizmin enerji ilə orqanizmin ən asan enerji ilə təmin edən hansıdır? Elə qida elementidir. Söhbət karbohidratlardan gedirdi. Bu bir sənin eynidir. Bu elə Hə. bir ki, insan atom edərsi keçir. O indi Bax, müəllim, Allah işin aman eləsin. Mən ilkin yardımdan danışacağam. Orada biz danışacağıq ilkin yardımda qanaxmalar, o zamanı göstərilən ilkin yardımlar nə ola bilər? Nəyi etmək olar, nəyi etmək olmaz sınıqlarda, çıxıqlarda falan belə. Amma da durub mən ki, ay cəmaət bu belədir, bu falan şeydir. bu dəyişər. Məsəl üçün, adam bildiyini də yadından çıxarır. Ona qulaq asın üçün bu nədən danışır? Yox, narahat olmayın, biz şey eləməyəcəyik. Və başqa sualı olan gimnastika ilə bağlı. Onsuz da biz hər şeyi testdə möhkəmlədəcəyik. Çünki indi inşallah bizim ikinci günü də badminton keçəcəyik. Beşinci günü sınaqdır. Gələn həftənin 5-ci günü sınaqdır. Müəllim, onda bu bütün keçdiyimiz dərslərin Bəli, hamısını bəli, olacaq. basketbollar, voleybol, handbol, futbol, futsal, gimnastika, badminton 8 növdən ibarət sınaq. Mənim o futbol az olsa yaxşı olardı. Yavaş-yavaş öyrənəcəyik. Buyur Zeynal qardaş. Dəqiqliyi görək. Bir dənə bu kurikuluma hansı istoçnika, hardan hazırlaşaq? YouTube-da hansı? Vallah belə deyim də Zeynal, bax adamlar çoxdur kurikulumda. Açığı. Sadəcə mən məsləhət eləyərdim. Yaxşı, sualla buradan bu videonu söndürün, video zapsı. Burada videonun